Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Samirə Mustafayeva təqdim edir. Hər vaxtınız xeyir olsun, hörmətli və dəyərli izləyicilərimiz. Xəbərləri təqdim edirik. Əvvəlcə qısa anonslara nəzər yetirik. Cənub bölgəsinin rütubətli iqlimində əsrlər boyu insanların sığınacağına çevrilən, memarlıq incisi sayılan tarixi Ləmlər məhv olmaq təhlükəsi ilə hazırda üz-üzədir və məşhur elə filmlərimizin də çəkildiyi bu məkanların bəziləri baxımsızlıqdan deyil, peşəkar restavrasiya ehtiyacından qəzalı vəziyyətə düşüb. Sakinlər çıxış yolunu dövlət dəstəyində görürlər. Əməkdaşlarımız elə mövzu ilə bağlı reportaj hazırlayıb. Ləmlər Cənub bölgəsində 18-ci əsrdə inşa edilməyə başlayıb. Əvvəllər say çox olsa da, hazırda 16 belə tarixi tikili qalıb. Onlardan da bir qismi baxımsız haldadır. Astaranın Şeykəran kəndindəki bu Ləm dövrünün tanınmış din xadimi Seyid Cəfər tərəfindən tikilib. Ancaq nəsildən nəslə ötürülən mülkü qorumaq təqaüdçü Dadaş Mircəfərovun imkanları xaricindədir. 2 mərtəbəli tikililər yay aylarında sərinliyi ilə seçilir. Birinci mərtəbəsi xidməti otaqdır, ikinci mərtəbəsi isə qonaqların istirahəti üçün nəzarət. Ləmlərin ilk mərtəbəsi 4 daş kərpic dirək üstündə olur, lakin ikinci mərtəbə isə taxta dirəklər üzərində olur. Ləmlərin dam hissəsi isə əvvəllər yağış keçirməyən materiallardan, qamışdan olur, amma sonraları daha sonra kirəmitlə əvəz olunur. Ləmlərin ziyarətçiləri də az deyil. Bu abidənin 300-dən çox yaşı var, istifadə müddətini belə itirir və bu ləmi yalnız və yalnız hazırlanan nadir nil ağacı və palıd ağacının gövdələri qoruyur. Məhəmməd, ay Məhəmməd. Can Məhəmməd, can. Məhəmməd, toyuq qızartmışam, gəl gedək yeyək. 61 il əvvəl çəkilən məşhur Ulduz filmindəki Ləmdə oxşar taleyi yaşayır. Kimi yoldaş tapmaq çətindir, Məhəmmədin yoldaşlığı əzimlidir. 150-dən çox yaşı olan bu ləmində aşağı hissəsi palıd ağacı, yuxarı hissəsi isə azad ağacındandır. Hal-hazırda da gördüyünüz kimi əsas möhkəm dirəyi olan gövdələr, 6 metrlik gövdələrin sağ və sol istiqamətlərdə olan palıd ağacları sıradan çıxıb qəzalı vəziyyətdədir. Qanunda isə bu mülklər sahibləri tərəfindən qorunmalıdır. Memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır, Ləmlər xüsusi mülkiyyətdədir. Tarix mədəniyyət abidələrinin qorunması haqqında qanuna uyğun olaraq xüsusi mülkiyyətdə olan tarixi abidələrin bərpası onların mülkiyyətçiləri və ya balans saxlayıcıları tərəfindən həyata keçirilməlidir. Bu zaman müvafiq bərpa layihəsi Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməlidir. Tarixi Ləmlərə Ərçivan və Şeykərandan başqa Astaranın daha 5 kəndində də rast gəlinir. Nuranə Tələt qızı Şahin İlhamoğlu, Röya Qarabağlı, ASTV xəbər.